Salam əziz akvarium həvəskarları. Frantoza balalarımızı böyük akvariumun suyuna uyğunlaşdıraq. Temperaturu alışsın. Böyük akvariuma buraxaq suyuna. Başlı demək olar ki, eyni sudur. Sadəcə olaraq burada çöl filtri olduğuna görə, balans olduğuna görə balaca akvariumda yox idi o. Boylandırma tankına atırıq. Yavaş-yavaş uyğunlaşsınlar bu suya. Burada daha tez böyüyəcəklər. Mənə elə gəlir ki, bu akvariumda 1 metr yarım uzunluğudur. 60 hündürlüyü 40 santıda eynidir. Burada daha tez böyüyəcəklər. Onlar buradaydı. Yumurtadan çıxandan bura atmışdım. İndi köçürdürəm bu akvarium. Bu akvariumumuzda samp da var. Çöl filtri də var. Belə bu akvariumda qoy boylansınlar. Anaları böyük bakdadır. Ton yarımlıq bakda saxlayıram. Böyüsünlər, oraya yerləşdirərik sonra. Burada başqa balıq yoxdur, ancaq ansitruslardır. L201-lər, bir də L144-lər. Bir də onların balaları. Düzdür, bu frantozalara görə biraz yumuşaq su olacaq, amma bir o qədər də yumuşaq deyil. Bizim suyumuz çox çodda olduğuna görə, yəni heç bir problem olmaz. Mənə elə gəlir ki, biraz da su əlavə edeyim. Temperatur demək olar ki, eynidir. Sadəcə olaraq suda balans söhbəti var. Balans otursun. Oturmuş sudur. Orada da düzdür, suyunu dəyişməmişəm. Eyni sudandır. Sadəcə olaraq dediyim kimi burada çöl filtri var, orada yoxdur. Burada böyük yerdə tez boylanacaqlar. Demək olar ki, yaxşıdır. Yollayaq getsinlər yeni məkana. Bismillah. Xeyirli uğurlu olsun inşallah. Qalmadı, qabımız boşdur. Özüm görək. Stressdədirlər, biraz tutdum deyə. Həm də suyu əlavə eləmək zət. Burada bunlara daha yaxşı olacaq inşallah. Böyük akvariumda lap balaca görsənirlər. Filtrimizi də qoşaq. Demək olar ki, çəkdilər divə. Biraz qorxu içindədirlər. Stressdədirlər, birazdan özlərinə gələcəklər.